Mingəçevirdə oğul anasına güllələyib. Hadisə ötən gün Mingəçevir şəhəri Şah İsmail Xətər küçəsi 10-da qeydə alınıb. Yaxınları Kəmalə Məhərrəmovanın yaşadığı mənzildə cansız bədənini aşkarlayıblar. 10 ilə yaxındır adı çəkilən ünvanda yaşayan qadın 3 övlad anasıdır. Qonşuların sözlərinə görə Məhərrəmovlar sakit, mülayim xarakterli insanlar olub. Qadının həyat yoldaşı 5 il öncə vəfat edib. Kəmalə Məhərrəmova bundan sonra 3 oğlu ilə birgə yaşayıb. Məlumalı şəkildə baş verən hadisə yerinə polis əməkdaşları baxış keçirib. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. 23 yaşlı Nail Məhərrəmov, anası 50 yaşlı Kəmalə Məhərrəmovanı ov tüfəngindən açdığı atəş nəticəsində öldürüb. Xətər küçəsində yaşayan sakinlər hadisə baş verən ana qədər 50 yaşlı qadının yaşadığı mənzildə ən hansı səs-küy eşidilmədiyini bildiriblər. Qətlə yetirilən ananın 50 yaşa tamam olurmuş. Anasını qətlə yetirən Nail isə nişanlı idi. Bu yaxınlarda toy olacaqmış. Hadisə ilə bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Cabir Məmmədov, Şamxal Cəliloğlu, Səs TV, Mingəçevir. Bilmək oyunu basırdan görmüşdür.